Bilirsiniz, maliyyə karyerası adi bir iş değil. Bu, sanki pillələri çox aydın şəkildə qurulmuş bir nərdivana bənzəyir. Və işin maraqlı tərəfi odur ki, bu nərdivanın hansı pilləsində dayanmağınız həyatınızdakı hər şeyi, bəli, hər şeyi müəyyən edir. Bəs siz bu nərdivanın harasındasınız? Bir anlıq düşünün. Bu sadəcə bir sual deyil. Əslində bu, sizin ambisiyalarınızın, gələcəyinizin bir növ güzgüsüdür. Gəlin birlikdə bu nərdivanın pillələrini bir-bir çıxaq və baxaq görək siz indi hardasınız və ən əsası hara çata bilərsiniz. Bu stat əslində məsələnin tam mərkəzinə toxunur. Yəni, söhbət təkcə nə qədər pul qazandığınızdan getmir. Əsas məsələ öz taleyini idarə etməkdir. Həqiqi azadlıqdır. Və bu nərdivanda atdığınız hər bir addım, qalxdığınız hər bir pillə sizə bu idarə etmədən, bu azadlıqdan biraz daha çox pay verir. Yaxşı, gəlin yol xəritəmizə baxaq. İlk olaraq ağır zəhmət dövründən danışacağıq. Yəni, təcrübəçidən assosiata qədər olan yol. Sonra dönüş nöqtəsi, vitse-prezident səviyyəsi gəlir. Daha sonra fərqli bir yol seçənlər üçün təsisçinin yolu var. Və nəhayət, zirvədəki güc sahibləri, rəhbər və titan səviyyələri. Və sonda bütün bunlardan sizin üçün hansı nəticələri çıxarmaq olar, ona baxacağıq. Deməli, hər şey ağır zəhmətlə başlayır. Bu, ilk 3 səviyyəni əhatə edir. Burada sövdələşmə çox sadədir. Siz öz zamanınızı, enerjinizi, hətta şəxsi həyatınızı gələcəkdəki böyük fürsətlər üçün qurban verirsiniz. Bu, fədakarlıq dövrüdür. Və nərdivanın ilk pilləsi ilə tanış olun. Təcrübəçi, baxın, 10 həftəyə təxminən $20.000. İlk baxışdan əla səslənir, deyilmi? Amma bir dəqiqə dayanın. Həftədə 80, hətta 100 saat işlədiyinizi düşünün. Saatlıq maaşı hesablayanda rəqəm o qədər də cazibədar görünmür. Çünki burada əsas məsələ pul deyil, əsl mükafat o təcrübəni qazanmaq və ən əsası o qapıdan içəri bir daha, bu dəfə daimi işçi kimi girmək üçün təklif almaqdır. Yaxşı, bəs bu ilk pilləyə ayaq basmaq nə dərəcədə çətindir? Gəlin bir rəqəmə baxaq. Goldman Sachs kimi bir yerə təcrübəçi kimi qəbul olunma şansınız 1%-dən belə aşağıdır. Yəni düz başa düşdünüz, Harvardda qəbul olmaq bundan daha asandır. Rəqabət sadəcə çətin deyil, sözün əsl mənasında amansızdır. Təbriklər, o amansız rəqabətdən keçdiniz və artıq ikinci səviyyədəsiniz, analitik. Və budur, maaşlar birdən-birə ciddi şəkildə artır. Artıq həqiqətən yaxşı pul qazanırsınız. Amma bu pulun bir qiyməti var və bu qiymət sizin həyatınızdır. Gecəniz, gündüzünüz demək olar ki, yox. Gəlin bir analitikin normal gününə baxaq. Səhər 8-də ofisdəsən. Günorta təqdimat verirsən və işini darmadağın edirlər. Naharı masanın arxasında yeyirsən. Axşam 7-də, başqaları evə gedəndə sənin əsl işin başlayır. Çünki rəhbərlər indi sənin işini yoxlayır və gecə 2-də evə gedirsən ki, səhər 7-də yenidən burada olasan. Bu bir iş qrafiki deyil. Bu, sizin yeni həyat tərzinizdir. Həftə sonu unudun getsin. Şəxsi həyat, o nədir? Sadəcə iş, iş, iş. Bunun sosial tərəfi necə olur? Bax, bu sitat məncə hər şeyi mükəmməl izah edir. Bir müddət sonra dostlarınız sizi harasa çağırmağı dayandırır, çünki onsuz da bilirlər ki, siz son anda işim çıxdı deyib ləğv edəcəksiniz. Nəticədə çox pul qazanırsan, amma o pulu xərcləməyə nə vaxtın qalır, nə də ətrafında kimsə. Və nəhayət, 3-cü səviyyə, asosiat. Artıq bir nəfəs ala bilərsiniz. Çünki otaqdakı ən gənc, ən təcrübəsiz adam siz deyilsiniz. Maaşınız yenə artır, amma yanılmayın, iş saatları hələ də dəhşətlidir. Amma əsas fərq başqadır. Artıq söhbət təkcə sizin nə etdiyinizdən getmir, söhbət sizin kimləri idarə etdiyinizdən gedir. Baxın, bütün məsələ budur. Siz artıq sırf icraçı deyilsiniz, kiçik bir menecerə çevrilirsiniz. Yəni, siz artıq sadəcə verilən tapşırıqları yerinə yetirmirsiniz. Eyni zamanda sizdən aşağıdakı analitiklərin işini idarə edirsiniz. Bu, gələcəkdə əsl lider olmaq üçün atılan ilk, çox vacib addımdır. İndi isə gəldik çatdıq oyunun tamamilə dəyişdiyi nöqtəyə. Səviyyə 4. Bu, sadəcə növbəti bir pillə deyil, əsla. Bu, bütün karyeranız üçün bir dönüş nöqtəsidir. Çünki vitse-prezident, yəni VP olanda işinizin təbiəti kökündən 180 dərəcə dəyişir. Səviyyə 4. Vitse-prezident ya da qısaca VP. Maaşlara bir nəzər salın. Burada artıq söhbət insanın həyatını dəyişən rəqəmlərdən gedir. Amma puldan da vacib olan bir şey var. Məsuliyyətiniz tamamilə dəyişir. Sizin işiniz artıq Excel cədvəllərində mürəkkəb modellər qurmaq deyil. Sizin işiniz şirkətə milyonlarla dollarlıq yeni müqavilələr gətirməkdir.
Fərqi daha aydın görmək üçün baxaq. Əvvəllər modellər qururdunuz, indi münasibətlər qurursunuz. Təqdimatlar hazırlayırdınız, indi müştərilərə təkliflər edirsiniz. Analitikləri idarə edirdiniz, indi isə gəlir yaradırsınız. Yəni, bir başqasının vizyonunu həyata keçirməkdən o vizyonu özünüz yaratmağa keçirsiniz. Sizdən gözlənilən odur ki, bir rainmaker olasınız, yəni şirkətə pul yağdırasınız. Amma burada çox kritik bir məqam var. Bu səviyyə əslində bir filtrdir. Çox insan məhz burada irəli gedə bilmir. Sanki bir divara dəyir. Niyə? Çox sadə. Çünki sizi mükəmməl bir analitik edən bacarıqlar, detallara diqqət, texniki biliklər sizi uğurlu bir VP etməyə bilər. VP olmaq üçün insanlarla dil tapmaq, inandırmaq, münasibət qurmaq lazımdır. Və bu, hər kəsdə olan bir bacarıq deyil. Bunu bacarmayanlar bu səviyyədə ilişib qalır. Yaxşı, gəldik 5-ci səviyyəyə və burada sizi böyük bir yol ayrıcı gözləyir. Ya korporativ nərdivanda qalmağa davam edəcəksiniz, ya da o nərdivandan tamamilə kənara çıxıb öz yolunuzu çizacaqsınız. Bu, təsisçinin yoludur. Ən böyük mükafat üçün ən böyük riski gözə almaq deməkdir. Bir anlıq təsəvvür edin. Artıq 15 ildən çox təcrübəniz var, bütün sənayəni tanıyırsınız, güclü əlaqələriniz var, bəziləri məhz bu nöqtədə qərara gəlir və bütün bu kapitalı götürüb öz şirkətini, məsələn, kiçik bir investisiya bankını qurur. Potensial qazanc həqiqətən də astronomik rəqəmlər ola bilər. Amma risk də bir o qədər bəlkə daha da böyükdür. Bu əslində klassik bir seçimdir. Qızıl qandallar və təsisçinin mərci. Baxın, bir tərəfdə böyük bir bankın adı, stabilliyi, zəmanətli maaş və bonuslar var. Yəni, rahatlıq. Digər tərəfdə isə hər şey sizin üzərinizdədir. Sabit maaş yoxdur, amma tam azadlıq və bütün qazancın sizə qalması ehtimalı var. Bankı zəngin etməyə əvəzinə özünüzü zəngin etmək şansı. İndi isə gəlin nərdivanın ən yuxarı pillələrinə, güc sahiblərinin olduğu yerə baxaq. Səviyyə 6 və 7. Artıq burada söhbət şəxsi sərvət yığmaqdan, milyonlar qazanmaqdan getmir. Məsələ tamam başqadır. Söhbət milyardlarla dollarlıq aktivlərə nəzarət etməkdən, bütün bir sənayenin gələcəyini formalaşdırmaqdan və özündən sonra bir miras qoymaqdan gedir. 6-cı səviyyə rəhbər, yəni böyük bir bankın və ya investisiya fondunun C səviyyəli rəhbərləri. CEO, CFO kimi insanlardan danışırıq. Onların gündəlik işi artıq tək bir sövdələşmə deyil. Onlar milyardlarla dollarlıq biznes xətlərini, minlərlə, hətta 10 minlərlə işçinin taleyini idarə edirlər. Onların baxışı stratejidir. Və nəhayət piramidanın, nərdivanın ən zirvəsi, səviyyə 7, yəni qlobal titan. Bu insanlar sadəcə maliyyə dünyasının bir parçası deyil. Onlar maliyyə dünyasının özüdür. JP Morgan dedikdə ağla gələn Jamie Dimon, BlackRock dedikdə Larry Fink, bu adlar artıq bir şəxsiyyət deyil, bir institutdur. Bu səviyyədəki gücü, nüfuzu anlamaq üçün bu cümlə məncə hər şeyi deyir. Siz onlara zəng etmirsiniz, onlar sizə zəng edir. Düşünün, qlobal bir maliyyə böhranı başlayanda hökumətlər, xəzinədarlıq nazirləri, mərkəzi bank rəhbərləri məsləhət almaq üçün məhz bu adamlara zəng edir. Onların bir sözü, bir qərarı təkcə öz şirkətlərinə yox, bütün dünya iqtisadiyyatına təsir edə bilir. Yaxşı, bütün bu səviyyələri gördük. Bəs bu çətin yolda irəli getmək üçün nə etmək lazımdır? Əslində 3 sadə, amma çox vacib prinsip var. 1. Bacarıqlarınızı durmadan artırın, xüsusilə də yolun əvvəlində. 2. Şuurlu şəkildə münasibətlər qurun. İnsanlara uzun müddətli investisiya kimi baxın. Və 3. Heç vaxt unutmayın ki, hər yeni səviyyə yeni bacarıqlar tələb edir. Dəyişməyə hazır olmalısınız. Və beləliklə, gəlin söhbətimizi ən başdakı sualla bitirək. Heç vaxt unutmayın, sizi bugün olduğunuz yerə gətirən bacarıqlar sizi getmək istədiyiniz yerə aparmayacaq. Ona görə də, indi karyeranızın hansı pilləsində olmağınızdan asılı olmayaraq bir anlıq dayanıb özünüzdən soruşun. Mənim növbəti səviyyəm hansıdır? Və o səviyyəyə çatmaq üçün mən bugündən nəyi fərqli etməliyəm?